Salam əleykum, əziz və dəyərli izləyicilər. Sizinlə mənəm YouTube kanalı Sabirabad Media gündəmin təsisçi baş redaktoru, video bloger və Hüseynov. Bu günləri Sabirabad mərkəzində yerləşən Heydər Əliyev prospektində fəaliyyət göstərən Omega Hospital. Bu gün mən bu hospitalda qonağam. Sabirabadımızın sayılıb seçilən doktorlarından biri Niyaz doktorun klinikasındayım. Niyaz doktor həqiqətən də nəinki Sabirabad regionunun Minmuğan zonasının, Sabirabad və Aran zonasının tanınmış və savadlı həkimlərindən biridir. Mən bu video vasitəsilə Niyaz doktora şəxsən bu çəkilişi üçün təşəkkür edirəm. Reklama ehtiyac olmayan Niyaz doktorun klinikasında Omega Hospitalın xidməti otaqları və xəstələrə göstərdiyi xidmətləri sizlər üçün bu videoda göstərəcəm və özümü tuturam buradan. Ola bilsin ki, müəyyən insanlar əməliyyat olunmaq istəyərsə əgər, ən etibarlı, ən inamlı klinikalardan biri Omega Hospitala müraciət eləsin. Burada hər növ xəstələrə aid xidmətlər var. Hətta Omega Hospitalın təcili cərrahiyyə üçün xidmət otaqlarda var. Ondan da çəkəcəm inşallah. Əziz və dəyərli izləyicilər, sizdən xahiş edirəm. Mənim bu videolarımı like edin, bəyənin və komment yazın və digər şəxslərin də qarşısına çıxsın. Omega Hospitalda əməliyyat olunmaq üçün, müəyyən xəstəliklərin əməliyyatı üçün burada əməliyyat otağı var. Əməliyyata ehtiyacınız varsa, uzaq bir yerə getməyə ehtiyac yoxdur. Gəlirsiniz Sabirabad rayonunun Heydər Əliyev prospektində yerləşən Omega Hospitala müraciət edirsiniz, həkim müayinəsindən keçirsiniz. Sizin əməliyyat olunmağınız isə burada olan peşəkar həkimlərin vasitəsilə siz bu cərrahiyyə stoluna əməliyyat olunursunuz. Allah əməliyyat olunan şəxslər gəlirlər bir neçə saatlıq önəmli reanimasiya otağında tibbi yardımla yardım göstərilir. Narkozdan ayrılandan sonra isə palataya köçürülür. İndi isə gedirik Omega Hospitalın palatalarına. Bax, gəl bir dənə qardaş çək. Gəl gör nə gözəl bunların. Maşallah olsun, tərəfləmə olmasın. Bunların nə gözəl səliqəli ağac var. Göl kimi bunların palataları var. Gözəl. Həqiqətən mən bir bəyəndim. Allah bütün xəstələrə şəfa versin. Hörmətli izləyicilər, sizdən xahişimiz bizə dəstək üçün videonu bəyənməyi, paylaşmağı və şərh yazmağı unutmayın. Öncədən təşəkkürümüzü bildiririk.